Qeyri-formal təhsil icmalarda real davranış dəyişikliyini necə yarada bilər? Qeyri-formal təhsil icmalarda iştirakçıların aktiv cəlb olunması ilə o dəyişikliyi yarada bilər. Əlbəttə o iştirakçıların tələbinə uyğun praktik məşğələlər və qrup müzakirələri, rol oyunları, bunlar iştirakçıları cəlb edə bilər və bu zaman həmin icmanın məqsədini düzgün şəkildə, aydın şəkildə iştirakçılara belə deyim, aydın olar və onlar real həyatda bunu tətbiq edərlər. Regionlarda gənclərin təhsilə marağını artırmaq üçün hansı metodlar daha effektivdir? Bu effektivliyi daha yaxşı əldə etmək üçün şagird, valideyn, müəllim vəhdəti mütləqdir. Onlar interaktiv şəkildə bir-birləri ilə əlaqədə ünsiyyətdə olmalıdırlar. Bu zaman şagirdlərin yenə təhsil alanların belə deyək, layihə yönümlü tədbirlərə cəlb olunması, yenə praktik məşğələlər, təhsilin vacibliyini prioritet kimi həmin şagirdə göstərir. Bu zaman və daha çox şagird belə deyək, real həyat nümunəsini göstərmək olar. Şagird təhsilə daha çox cəlb olunur və faydasını görür.